Salam uşaqlar. Bugün 5-ci sinifdə əbob mövzusu daxil olunub. Ən böyük ortaq bölən bunu izah edirik. Və bunu izah eləmək üçün keçən dərsimizdə öyrəndiyimiz ədədin bölənlərini yadımıza salaq. Nə deməkdir ən böyük ortaq böləni tapmaq? Tutaq ki, bizə 2 dənə ədəd verib. 36, bir də 48. Bunların əboblarını tapmaq istəyirəm. Əbobunu tapmaq istəyirəm. Əbob nədir? Ən böyük ortaq bölən. Deməli, biz böləni tapa bilirik. Gəlin ayrılıqda 36-nın da bölənlərini tapaq. Keçən dərsdə elədiyimiz kimi 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür. İndi yadımıza düşənləri yazdıq. 4-ə bölünür, 6-ya bölünür, 9-a bölünür. Sonrasına baxaq. 36-nı bölək 1-ə, deməli 36-ya da bölünür. 36-nı bölək 2-yə, deməli 18-ə də bölünür. 36-nı bölək 3-ə, deməli 12-yə də bölünür. 36-nı bölək 4-ə, 9-a bölünür, yazmışıq. 36-nı 9-a bölək 4 eləyir, yazmışıq. 36-nı 6-ya bölək 6 eləyir, onu da yazmışıq. 36-nı 36-ya 1, 36-nı 18-ə 2, deməli bütün bölənlərini yazdıq. Eyni qayda ilə 48-in bölənlərini yazırıq. Balacadan başlayaq. 1, 2, 3, 4, ağlıma gələnləri yazıram. 6, 8. Sonra başlayıram yenə 48-i 1-ə bölürəm 48, 48-i 2-yə bölürəm 24, 48-i 3-ə bölürəm 16, 48-i 4-ə bölürəm 12, 48-i 6-ya bölürəm 8 yazmışam. 48-i 48-ə 1, 48-i 24-ə 2, 48-i 16-ya 3 və s. Bunu da hamısını düzdük. Hamısını düzəndən sonra deməli biz bölənləri yazdıq. Dərsimiz nə idi? Bölən, amma ortaq bölən. Deməli gəlin indi ortaqları seçək. 1, 2, 3, 4, 6, baxaq, bir də 12. Ortaqları seçdik və bölənləri seçdik, ortaqları seçdik. İndi ən böyüyünü seçirik içindən. Ən böyüyü burada olur 12. Yazırıq, bərabər 12. Bunu Euler-Verinin içinə yerləşdirə bilərik. Ortaqlar 1, 2, 3, 4, 6, 12. 36-da nə qaldı? 9, 36, 9, 36, 18. 48-də nə qaldı? 8, 48, 24, 16. Ən böyük ortaq bu kəsişmədir. Bunun içindən ən böyük 12, cavabımız deməli 12-dir. Bu da əbobun tapılması qaydası. 5-ci sinif səhifə 31-dəki çalışmaları həll edə bilərsiniz.